Nəsə arkadaşlar, deməli suallarınızı verəcəksiniz, cavabları alacaqsınız. Görək başımıza nələr gəlir. Qəşəng suallardır. Yəqin sizin verəcəyiniz də qəşəng olacaq. Ekranı açdım, biraz da belə edeyim. Aha, indi ekranı paylaşım. Yenə Vüsalə ilə kim çatışmır? Yoxsa Vüsalə gəlibdir bir dənə də öncüm. Ha, burada ay Buradayım Vüsalə ben. xanım, nətərsən? Yaşlıyam sağ olun. Bayaq dedim. Kilərin nökəri yoxdur burada. Deyim kimsə çatışmır, o da sən deyilmirsən. Arkadaşlar, bir tərəfdən də Paint açım. Paint. Bir dənə sualınız olsa işləyə bilək. Hı -hı. Suallarınızı verə bilərsiniz. 58. 58. Baxaq ki, Bəli. 58-də nə var, nə yox. Bəy, 58 bu bir tərəfdədir. Allahım ya Rabbim, dünyanın ən asan sualını verdilər. Buna həm sevinirəm, həm də üzülürəm. Sevinirəm ona görə ki, asan sualdır. Üzülürəm ona görə ki, asan sualı işləyə bilməyibsiniz. Arkadaşım, sən deyir aşağıdakı cədvəldə K, L, M, N marketlərində satışda PR estimallarının olduğu göstərilir. Cədvəldəki plus işarəsi marketdə satışda müvafiq malın olduğunu, minus işarəsi isə olmadığını bildirir. Burada deyir K, L, M-N'dən başqa alış-veriş edə biləcəyi yer olmayan PRS temalarını almış alıcı barədə aşağıdakılardan hansı mütləq doğrudur? Baxın, bu 4 marketdən başqa alış-veriş edə biləcəyi yer yoxdur. Yəni böyürdə Bravo yoxdur, Al market yoxdur, Oba yoxdur, ancaq bu 4 marketdən ala bilər. Malın 4'ünü də almalıdır. İndi baxaq. Bu adam T malını almaqdan ötürü L marketinə mütləq girməlidir. Çünki T malı bircə dənə L marketində var. Düzdürmü? Bəli. Qalan mallar isə K-da, məsələn S yoxdur. S-dən ötürü ya M-ə ya da N-ə girməlidir. R-dən ötürü ya K-ya ya M-ə girməlidir. P-dən ötürü ya K-ya ya da M-ə girməlidir. Ya da ki, elə L-dən də istifadə edə bilər. Bu adam 4 marketdən də ala bilər bu boyda məhsulu. Ya da ki, birini elə L marketindən alar, 3 dənəsini də M marketindən alar. Düzdürmü? Bəli. Yəni 2 marketdən də alış-veriş eləməklə bu 4 malı əldə edə bilər. Ya da ki, məsələn belə götürək. Tutaq ki, P-ni K marketindən aldı, R-i M marketindən aldı, S-i də M marketindən aldı. 4 marketdən də istifadə edə bilər. Amma ən əsas məsələmiz nədir? Nə olursa da olsun bir marketdən bunu ala bilməyəcəkdir. Ən azı neçə marketə girəcək? Bayaq dediyimiz kimi L və M marketlərinə girəcək. 3 malı M-dən, 1 malı L-dən, yaxud da ki P ilə T-ni L-dən, R ilə S-i də M-dən ala bilər. Bu da nə deməkdir? Alıcı marketdən ən azı ikisindən alış-veriş edib. Mütləq cavab budur. Mütləq doğru olan cavab B variantıdır. Bildik? Bəli. Sonra baxaq ki, nəyə baxırıq? 59 müəllim. 59 müəllim, baxaq. Bu tərəfdədir. Aha, arkadaşlar. Baxaq. Sinifin 7 məzunu A, B, C, D, E, F, bir də G. Tibb Universiteti müalicə işi, pediatriya və stomatologiya fakültələrinə qəbul oldular. Hı -hı. Və belə eləyək, belə. A və E eyni fakültəyə qəbul oldu. A ilə E eyni fakültəyə qəbul oldu. Pediatriya fakültəsindən məzunlardan yalnız biri qəbul oldu. Pediatriya bir nəfər qəbul oldu. Demək, A ilə E deyil. Eləmi arkadaşım? Çünki niyə A ilə E 2 nəfərdir, pediatriya isə bir nəfər daxil olur. Sadir B, D və F müxtəlif fakültələrə qəbul oldu.
B-yə X, D-yə Y, F-ə də Z verdim. Bunların üçü müxtəlif fakültələrə qəbul olublar. İndi məsələmiz burasındadır ki, G-nin qəbul olduğu fakültəyə bu sinifdən cəmi 2 nəfər qəbul. Bu arada, heç ora getməmişdən qabaq, B, D, F müxtəlifdirsə də, biri müalicə işi, biri pediatriya, biri də stomatologiya düşəcəyinə görə, artıq pediatriya bu üçündən biri tərəfindən zəbt olunub. Yəni C pediatriya gedə bilməz, G pediatriya gedə bilməz. Bax, bu şərt BDF-in müxtəlif fakültələrdə olması bu üçündən birinin pediatriyanı götürməsi anlamına gəlir. Ona görə C ilə G-nin pediatriyada olmadığı dəqiqdir. Burada deyəndə G-nin qəbul olduğu fakültəyə bu sinifdən cəmi 2 nəfər qəbul olub. Deməli, G ya F ilə eyni fakültədədir, ya D ilə, ya da B ilə. Bu da nə deməkdir? A, C, E ilə G fərqli fakültələrdədir. Və bunlar pediatriyada olmadığına görə C stomatologiya seçəsi olsa A, C və E müalicə işini seçməlidir. C müalicə işini seçsə A, C, E stomatologiyanı seçməlidir. Nəticə etibarilə A, C, E bir qrupa düşür, bir fakültəyə düşür, G isə fərqli fakültəyə düşür. İndi məsələmizin 59-cu sualında deyir, əgər bu məzunlardan çoxunun müalicə işi fakültəsindən qəbul olduğu məlumdursa da, çoxu müalicə işinə qəbul olsa, onda A müalicə, C müalicə, E müalicə olacaqdır. G nədir? G artıq bunlardan eyni fakültəyə düşə bilməz. Onda bu hara düşəcək? Stomatologiyaya düşəcək. Düzdür? Düzdür. Beləliklə deyir ki, 7 məzundan neçəsinin hansı fakültəyə daxil olduğunu tapmaq mümkün olmaz. Təbii ki, üçünün B, D, F-i tapa bilməyəcəyik. Bu da doğru cavabın D olması anlamına gəlir. Burası aydındır mı, Ayıb Salih xanım? Yoxsa başqası idi soruşan? Bəli, müəllim, aydındır. Hə. Onda keçək 60-dan 61-ə. Çünki nədir? Onlar da vacibdirlər də. Birini deyim, o Bəli, səhv bilər çıxıb. gildə dəst deyiləm ki səndən. Eləmi arkadaşım? Bəli, müəllim. Baxın. 60-da deyir bu məzunlardan hər birinin qəbul olduğu fakültəni tapmaq üçün yuxarıda verilənlərdən əlavə azı 3 nəfərin qəbul olduğu fakültə açıqlanmalıdır. Bu 3 nəfər kimlər ola bilər? İndi belə bir iş görəm. Burada xəttləri silim, qeydlərimizi silək. Çünki niyə? Bu qeydlərimiz bizə lazım deyil. İndi baxın. Arkadaşlar bax, bayaq dedim A, C, E bu üçü eyni fakültədədir. Bunlardan A-nı bilsən C ilə E-ni də biləcəksən. B, C-ni bilsən A ilə E-ni biləcəksən. E-ni bilsən A ilə C-ni biləcəksən. Düzdürmü? Və həmçinin G-ni də bilmiş olacaqsan. Niyə? Çünki A, C, E müalicə işində olanda G stomatologiya və əksinə G stomatologiyada olanda A, C müalicə işində olur. Yəni bu 4 nəfərdən bir dənəsinin siz hansı fakültəyə düşdüyünü bilsəz, qalanlarını da biləcəksiniz. BDF-dən isə bunlar hərəsi fərqli fakültədədir. Məsələn, B ilə D-nin hara daxil olduğunu bilsəz, yerdə qalan yerə F daxil olacaq. B ilə F-in daxil olduğunu bilsəz, qalanına D daxil olacaq. D ilə F olsa, qalanına B daxil olmuş olacaq. Nəticə etibarilə nə olacaq? B, D, F-dən ikisini biləndə üçüncü bilinir. Bu da o deməkdir ki, deyir bu üç nəfər kimlər ola bilər? Məsələ buradadır ki, bu çoxluqdan bir nəfər, bu çoxluqdan isə 2 nəfər seçməliyik. Onda B, F, G olan D variantı doğru olur. Çünki B ilə F-i biləndə D-ni biləcəksən, G-ni də biləndə AC-ni biləcəksən. Və 61-ci sual. Aşağıdakilərdən hansı mütləq səhvdir? Səhv olanı. Deyir, C pediatriya fakültəsinin qəbul olur. Arkadaşım, bura bax. C pediatriya qəbul ola bilməz. Bunu lap başdan çıxartmışdıq. Bu da mütləq səhv. Bildik bunu. Bildik. Başqa sualımız. 68 müəllim. Bu dəqiqə. Bircə dəqiqə arkadaşım. Bəklər misin? Aha. Hansı variant tapırsan? Müəllim, bunu ümumiyyətlə sual qoymuşam, yazmamışdım bunu. Heç çıxıb cavab. Yox, Mən mən C sən tapdan tapmışam. Mən C soruşam. tapmışam. Bəli. Mən C tapmışam, amma cavab deyirsən Y E çıxıb. çıxıbdı. İndi bura Hə. baxın arkadaşlar. Çünki
2016-cı ildə uşaqların başına açdıqları oyundan birini də sizə indi göstərirəm. Burada nədir? Deyir, təbiət haqqında film müsabiqəsinə qoşulan şərti olaraq A, B, C, D və E adlandırılmış. Bu tapşırığın bir prototipini biz işləmişik. Deyir, rejissorların hər biri fərqli müsabiqəyə bir film təqdim edib. Filmlərdən biri dağlar haqqındadır, bir dənə dağlar haqqında. İkisi dənizlər haqqında, bir dağlar, iki dənizlər. İkisi də meşələr haqqındadır. Amma yadınızda bizdəkində aslanlar haqqında, nəm ceyranlar haqqında belə idi filmlər. Çünki bunlar vaxtilə ALES-in sualları olub. Sonra bizim müəlliflər ALES-dən belə deyim də bunu əkişdiriblər və eləyiblər orijinal. Paddelkadır bu sual. Baxın. Rejissorlardan yalnız 3-ü mükafatlandırmış və filmləri fərqli yerlər tutublar. Bu hissəni yaxşı yadınızda saxlayın. Deyir, eyni mövzuda film çəkən həm A, həm də C mükafatlandırılır. A da mükafatlandırılıbdır, C də. Amma məsələ burasındadır ki, C'nin filmi A-dan üstün yerə layiq görülmüşdür. C A-dan üstün yerə layiq görülübdür. Və burada eyni mövzudasa bunlar dağlar haqqında çəkməyiblər. Çünki dağlardan bir dənədir. Ya dənizlərdir, ya meşələr. Eyni mövzuda film çəkən E və D-nin yalnız biri mükafat almışdı. D ilə E-dən biri mükafat alıb, biri yox. Nədir? Bunlar da eyni mövzuda çəkibsə, bunlar da dağlar haqqında çəkmir. Biri dəniz, biri meşə haqqında. Bunlar da meşə ya da dəniz haqqında çəkiblər. B oldu dağlar haqqında film çəkən. Bunu bildikmi? Bu dəqiqdir. Düzdürmü? Bəli, İndi bəli, bəli. məsələ burasındadır. Bizə deyir, hansı mütləq səhvdir? E variantı. B meşələr haqqında film çəkib. İndi sənin variantına gəlirəm. Biz bilirik ki, normalda mükafat hansı yerlərə verilir? 3 dənə mükafat varsa. Ha? Birinci, ikinci, üçüncü Birinci, yerdə ikinci, mən üçüncü. Və məsələ burasındadır ki, deyir ki, C A-dan üstün yerə layiq görülür. Düzdür? A bəli, ən pisi üçüncü yer olmalıdır. C ən pisi ikinci yer. Düzdür? bəli. Məsələnin bu tərəfində. Onda C-nin filmi üçüncü yerə tutub variantı səhv olmuş olur. Mütləq səhv olmuş olur. Amma bunu Dövlət İmtahan Mərkəzinin o ekspertləri, yəni həqiqətən Dövlət İmtahan Mərkəzinin məntiq eksperti çıxdı. Dedi ki, orada yazılmayıb ki, ilk 3 yerə mükafat verir. Bəlkə mükafat 3-cü, 4-cü, 5-ci yerlərə verilir. Və bundan sonra məntiq müəllimlərinin yarısı məntiq keçməyə nifrət elədilər. Bildiyiniz, yəni səhv uşaqlar eləsinlər deyə salınmış suala oxşuyur. Yəni Əclaf belə şeylərlə də sualı. üzləşə bilərsiniz. Çünki Azərbaycan Dövlət İmtahan Mərkəzi çox eksklüziv şeylərlə sizin qarşınıza çıxa bilər. Neçə baxırıq? Keçdik cədvəllərə. Cədvəllərdə 2. 2. 6. Yox, da indi 2-də 6 sonra gəlir də birinci, ikinci. Arkadaşım, 18-i 5-ə böləndə neçə qalır? Allahım yarabbim. Deyəm, bölməni bilmir uşaq, nə bilsin? Ay təxminə. Mənim 3 onda 6 eləyir də. Sən manyaksan. Deyirəm 18-i 5-ə bölənə neçə qalır? 6. Ay təxminə. Sənin Üç riyaziyyat qalır, aynen. müəllimin səni ağlamasın, yazıqdır. Gözləri şişər. Mən bacı vaxtdan riyaziyyat oxumamışam müəllim ona Ay görə. bala, 18-i 5-ə nətər bölürlər? Belə bir 18-in içində 5 neçədən olur? Elə ona görə Üç. səni bir ibtidai sinifdə saxlamaq lazım idi. Sinifdən sinifə keçmək yox. 3-ü 5-ə vuranda 15 edir. 15. 18-dən 15 çıxan neçə qalır? 3-dür qalır. 3. Hı -hı. Ya sən riyaziyyat bilmirsənsə məntiqi nətər işləyəcəksən? Deyirəm böləndə neçə qalır? Deyir 6. Bu özdə riyaziyyat deyil, bəsit hesabdır. Sonra
Altıncı sual. 6. Altıncı suala kadar sualı olan var. Yoxdur. Elə bir qurbağa gölünə daş atıblar. Görən uşaqlar əjdahadılar. Sualları yoxdur. M ilə K-nı toplayıb 10 alıb. Yazdım. M plus K bərabərdir 10. Buradan M-i, bax bu vurmadır. M-i M-ə vurub, normalda operator vurma işarəsi ilə qoyulub, alıbdır nə? N-in kubunu. Burada görürsünüz, N-i N-ə vurub K üstü 4 alıb. N vuraq, N bərabərdir K üstü 4. Onda bu ifadədən N-in qiyməti K-nın kvadratı olurmu? O zaman Bəli. n-in kvadratı bərabərdir. N-in yerinə k kvadrat qoyum. K kvadratının kubu. Bu da nə deməkdir? M bərabərdir k-nın kubu. Alınır. İndi Bəli. m-in yerinə k-nın kubu Müəllim, yazdım. orada K-nın n kubundan nətər k-nı yaza toplayanda. bilirik ki? Bəli. N bərabərdir k kvadratını nətər yaza bilirik ki? Onu 2-yə bölürük. Ay bala. N vuraq n nədir? N kvadrat deyil. N kvadrat k üstü 4-dürsə də n-i də kök altına salsan, k üstü 4 də kök altına salsan da. Təxminən Hə, riyaziyyat müəllimi səni ağlasın, ay balam. kök altına Öz sal. müəllimini Hə, demirəm. bilmədim. Bax, n-in kvadratını da kök altına sal. K-nın üstü 4 də kök altına sal. Nə olacaq? N bərabərdir, K üstü 2 alınacaq da. Bəli, bildim. İndi K-nın kubunla K-nı toplayanda 10 alınırsa da K-nın qiyməti neçə olar? 2. 2-nin kubu 8-dir. 2 də gələndə 10 edir də. Onda m-in qiyməti nədir? M-dəki k-nın kubuna bərabərdir. M də olur 8. Müəllim 8-ə baxa bilərik. Baxarıq. 8. Demək, A ilə B-nin cəmi 13 edir. A üstəgələk B bərabərdir 13. B ilə C-nin cəmi də 8 edir. A ilə da C-ni bir-birinə vurub 50 alıblar. İndi bax, bu iki ifadəni tərəf-tərəfə çıxarsa olsam, A minus C bərabərdir 5 alınırmı? Ha? Yəni, yaza bilərəmmi? A bərabərdir C üstəgələk 5. Onda A-nın yerinə C üstəgələk 5 vuraq C bərabərdir 50 alınırsa da. Buradan C-nin qiyməti avtomatik 5 çıxırmı? Ha? Bəli, müəllim. Ay sağ ol. C-nin qiyməti də 5 çıxanda B-nin qiyməti 3 olmalıdır ki, 3 ilə 5 toplayan 8 olsun. A da C-dən 5 vahid böyük olduğuna görə A-nın qiyməti də neçə olur? 10 olur, elədir? Bizə deyir A-nın kvadratla B-nin kvadratını topla. A-nın kvadratı neçədir? 100. 100. Ay sağ ol, 100. C-nin kvadratı neçə edir? 25. C 5'dir. B'nin kvadratı bağışlayın. Ha, Düz 9. deyirdim. Mən deyirəm, bu cavab niyə səhv çıxdı? Bu da 9. Toplayanda 109 alınır. On müəllim. 9 müəllim. Yaxşı. Arkadaşlar, 9-dan rəqəmlərlə işləyəcəyik. Ədədləri qoyuruq bir kənar rəqəmlərlə. 23-ün rəqəmlər cəmi 5-dir. 30-un rəqəmlər cəmi 3 elədi 8. Buna topladım 7, 15. 10 da gəldim 25. 66 rəqəmlər cəmi 12-dir. 50 rəqəmlər cəmi 5, 17. Bu da 31, yəni 4 elədi 21. 4 də gəldim. Neçə elədi? 25. İndi burada 8, 6, 14, 15, 10 da gəldim 25 elədi. Burada rəqəmləri toplayanda 5, 6, 11, 9 gələndə 20 edir. Deməli, burada 5 olmalı ki, cəmi 25 versin. 5 də yoxdur. 1 ilə 4-ün cəmi 5 verir də. Aydındır?
Uşaqlar dondular. 10. Mənim internetim işləmir, yoxsa uşaqlar sizdədir problem. Sual verirəm, cavab gəlmir. Ona baxaq. Qoy bunu siləkdən. Bayaqki məntiq. 21-i 2-yə böləndə neçə qalıq qalır? Hı? Bu uşaqların nəsə problemi. 1, 1. Bir Aymen. Hı -hı. Yaxşı, sonra növbəti sual. 11. 11. Hə, gəlin həll edək. Arkadaşım, A ilə B-ni toplayıb alıb da 2C. Düzdür? Bəli. B ilə C-ni toplayıb 22 alıbdır. A ilə C-ni də toplayıb alıbdır 30. Bunları tərəf-tərəfə toplayası olsam. A plus B plus 2C bərabər neçə eləyir? 52 eləyir. A ilə Hə. B-nin qiyməti də 2C-dir. 2C ilə 2C-ni toplayanda 4C bərabər də 52-dirsə də C-nin qiyməti 13 alınırmı? Hı. Onda A-nın üzərinə 13 gələndə 30 eləyirsə də A-nın qiyməti neçədir? 17-dir. Düzdür? Bəli. Bu da cavab. Mən əvəzləmişdim ya, ona görə səhv almışam. Yaxşı. Sonra arkadaşlar növbəti 18. 15. 15. Baxaq. Bax arkadaşlar, sual əvəzinə hansı ədəd yazılmalıdır? Baxın. Deyir ki, ABC-ni topla A-ya böl. Neçə alınır? Baxın, burada nəyi görürsünüz? Bax, burada B nəyə bərabərdir? A-nı 9-a vurub, düzdür? 9A. B bərabərdir 9A. C nəyə bərabərdir? B-ni 7-yə vurubdur. C də bərabərdir 7B. Düzdürmü? Bəli. B-nin qiyməti 9A olduğuna görə 7 vuraq 9A 63A verir. İndi nə etmək lazımdır? A-nı, yəni A, üstünə B gəlməliyəm, yəni 9A gəlməliyəm. Bir də C gəlməliyəm 63A. Bunları bölməliyəm nəyə? A-ya. Böləndə neçə alınır? 73. Bu da cavab. Bu da cavab. Sonra. Sonra nəyə baxırıq? 24. 24. Aha. Bizə deyir ki, cədvəldə X kompaniyasının A, B, C, D şəhərləri üzrə filialların sayı və ümumi sayına görə faiz nisbəti göstərilmişdir. Deyir, kompaniyanın D şəhərində filiallarının sayını təyin edin. D şəhərində filialların sayını, yəni Z-ni təyin etməli. Yəni Z bərabərdə sual. Məsələmiz budur. Arkadaşım, burada belə bir şey var. 40-a 10% gəlirsə də 80-ə avtomatik 20% olacaqdırmı? Hə? Bəli.
Ay sağ ol. 10 ilə 20 elədi 30. 40 da gəldim 70%. Onda P-nin qiyməti də 30% olurmu? Ben. 10 faizimiz, bax burada 10 faizimiz var. 10 faizimiz 40'tırsa da, 10 faizimiz 40'tırsa da, o zaman 30 faizimiz də x olar. X'i də hesablayanda 30 vuraq 40 bölək 10, 120 edirmi? Ben. Bu da bizim cavabımız heç nə belə. Aydındır? Ben. Qəşəng. Qəşəng. Gültac 18 demişdi. Bilmem baxdım yoxsa yox. Yox. Aha, 18-də A ilə B-nin cəmini soruşur ha Gültac. Amma yenə də yazım. Bax arkadaşım, A ilə A-nı toplayanda 2A bərabərdir B-nin kvadratı. Sonra A ilə C-ni toplayıbdı. A plus C bərabərdir 6 dənə B. Burada C ilə C-ni toplayıb 2C bərabərdir A vuraq B. Birinci və üçüncü ifadələri biz toplasaq, 2A plus 2C bərabərdir B kvadratı üstəgələk A vuraq B. Buradan 2-nin mötərizə xaricinə çıxartdım A plus C. Bu bir tərəfdən B-nin mötərizə xaricinə çıxartdım A plus B. Və A plus C 6B olduğuna görə 2-ni 6B-yə vuranda 12B bərabərdir. B vuraq A plus B tənliyindən də B-lər ixtisar olunur. A ilə B-nin cəmi 12 qalır. Yəni normalda sual A ilə B-nin toplandığı yerə bura qoyulmalı idi. Ya da qıraqda yazılmalı idi A plus B bərabərdir sual. Məncə cədvəldə belə qoyulmuşdu. Sadəcə cədvəli bura köçürəndə o rəqəm ya belə deyim, əlim dəyib silmişəm, ya gözümdən qaçıb sualı yazmamışam. Nəsə belə bir problem olubdu. O sizin günahınız deyil. Sonra 21-ə də baxaq. 21-ə baxaq. 21 məncə asan idi. Ürəyim elə damı. Hə, 21. Görsən sütunları bir-birlərindən aralı yazıbdı. Onda sütun topla. Bax 7, 10, 17. Buradan topladım. 1 ilə 9, 10, 27, 29 elədi. Elə. Burada 15, 2 gəldim, 17. Bunları da gəldim, 30 elədi. 14, 6, 20, 12 də gəldim, 32 elədi. Burada 14, 14, 28, 7 gəldim, 35 elədi. Buradan da 15, 5, 20, 22, 22'nin üzərinə x gəlmək lazımdır. İndi bura bax. Bax, burada görsən 1 artıb. Buradan bura 2 artıb. Buradan bura 3 artıb. Buradan bura 4 artmalıdır, elə deyilmi? 4 artana neçə almalıdır? 39. Onda x-in qiyməti neçə olacaq? 17 elə. Sonra nəyə baxacağıq? Müəllim, şəkillərdən 9-a baxa bilərik. 28. Şəkillərdən. Buradan 28 dediniz. Bəli. Bu qəşəng sualdır. Baxın. Bu isə 2017-ci ilin sualıdır. Qəşəng sual idi. Bu da ALES-in sualıdır. Orijinalı başqa cür idi. Amma nədir? Qəşəng uyğunlaşdırıblar. Deməli, deyir ki, A və B anbarlarında olan 5 növ meyvədən bəzilərinin kiloqramla miqdarları və ya digər meyvələrlə görə faiz nisbəti verilmişdir. Deməli, meyvələrin miqdarı A anbarında burada görürsünüz. 80 kiloqram armud, 125 kiloqram banan var. Faizlə də 24% almadır, 25% banandır, 10% də ərik. Deyir 28-dəki 28 dediniz də A anbarındakı əriyin miqdarı B anbarındakı banan miqdarına bərabərsə B anbarında meyvənin neçə faizi almalıdır? İndi bura bax.
125-ə 25% uyğun gəlsə, 80-ə neçə faiz uyğun gələcək? Bilirsiniz, tənasüb belə edirsiniz. 25-i vurursunuz 80-ə, bölürsünüz 125-ə, yəni 16 çıxacaqdır. Yəni niyə? Çünki 125-in 5də biridir 25. 80-in də 5də biri 16-dır. İndi diqqət. B anbarındakı meyvənin demə, əriyin miqdarı B anbarındakı bananın miqdarına. Burada nədir? A anbarındakı əriyin miqdarı. A anbarındakı əriyin miqdarı. A anbarında əriyin miqdarı necə tapacaq? Bura baxın. Heç bilsəm bunu işləməzdim. Mən elə bildim hamısını tapacağım. 28-ə baxıram. Buna heç ehtiyac yox idi arkadaşım. Niyə? 25-ə 125 uyğunsa 5 dəfə artıq. Ona da neçə uyğun gələcək? 50, elə deyilmi? Tənasüb əldə edirik də. Bəli, bəli. bəli, İndi bax. Bizə deyir A anbarındakı əriyin miqdarı. A anbarda 50 ərik var. B anbarındakı bananın miqdarına bərabərdir. B-də də banan 50-dir. 40 kiloqram burada, 50 burada, 70 də burada. Burada olan meyvələr neçə kiloqramdır? 40 plus 50 plus 70, yəni 160 kiloqram. Burada 35%'dir, burada 25%. Bu 2% neçədir? 60%. Onda yerdə qalan meyvələr, yəni bura, bura və bura. Ümumi neçə faiz eləyəcək? 40%, düzdür? bəli, Onda yazanda 160'ımız 40% isə də, yəni burada mövcud olan meyvələr 40%-i təşkil edirsə də, o zaman alma, yəni 40'ımız neçə faizdir? X. X-in qiyməti nədir? 40'ı vuruq 40%'ə bölük 160'a. O da nə edir? 10% edir. Düzgün cavab nədir? D variantı. Buna ait sualınız varsa da neçə ki bunun üstündəyəm, onu da cavablandırın. 29, A anbarındakı portağalın miqdarı B anbarındakı banan miqdarının yarısı qədərdirsə. İndi bura baxın. A anbarında portağalı bilmədik. Ona görə hesablayaq. 24 ilə 16 neçə edir? 40. 25 burada, elədi 65. 10 da gəldim, 75. Onda burada neçədir? 25% olacaq. Çünki hamısı bir yerdə neçə faiz olmalıdır? 100%, düzdür? Onda 25% 125 kiloqramsa, burada da 25%imiz 125 kiloqram olacaqdır. Və deyir, A anbarındakı portağal miqdarı, portağal 125 kiloqram. B anbarındakı banan miqdarının yarısına bərabərsə. Banan burada o şey neçə olacaq? 250 olacaq, düzdür? O zaman bayaqki məntiqdən istifadə edirik. Deməli, 40 üstə gələk 250 üstə gələk 70. Bu dəfə nə olur? 360 eləyir. 360'ımız bizdən nə soruşur? Deyir, B anbarında neçə kiloqram ərik var? Ərik nədir? Ərik burada 25%'dir. Düzdür? Düzdür. 40%'imiz. 40% hardan çıxdı? Bilirsiniz, burada armudla ərik 25-dən 35 Bəli. 60%'dir. Yerdə qalan alma, banan, portağal da 40%'dir. 40%'imiz əgər 360 kiloqramdırsa da, o zaman əriyimiz 25%'imiz nə qədərdir? X. X-in qiymətini tapan nə etdik? 25'i vuruq 360'a, bölürük 40'a. 9 dəfə 25, 225 alınır. Nəticə etibarilə burada 225 kiloqram ərik var B anbarında tapılır. Oldu mu? bəli, Əla. Sonra nəyə baxırıq? Neçəyə baxırıq? Mənim şəkillərdən 9. Şəkillərdən 9. Badəm. Bu tərəf bağlayım, sağ tərəf bizə lazım deyil. Çünki şəkillərə baxırıq artıq. Şəkillər də biraz belə ki, geniş olsa alan yaxşıdır. Bax. Görürsən ki, fiqurun əvvəlcə sağ tərəfini ortaya qatlayıb, sonra sol tərəfi ortaya qatlayıb və orta hissədə bu cür kəsiklər aparır. Elədir? İndi məsələmiz nədir? Məsələmiz burasındadır ki, bunu açası olsaq, əvvəlcə sol tərəf, bax, oxumuz bu istiqamətdə durub, ulduzumuz buradadır, burada da rombumuzun bir hissəsi.
Bunu simmetrik açanda oxumuz bu tərəfə baxır. Pilusumuz oxun ucu tərəfindədir və rombumuz da oxun arxa tərəfindədir. Görürsünüz, romb oxun arxasındadır. Burada da oxun arxasına düşdü. Bu birisi tərəfi açanda, bu birisi tərəfi açanda. Oxumuz bu tərəfə baxacaq. Pilusumuz oxun ucundadır. Romb da oxun arxasındadır. Bunu gördünüz. Həmin vəziyyət C variantındadır. Sən nə seçmisən? Mən D yazmışdım müəllim. Bu bir dənə D-yə baxım görüm. Bəlkə eyni variantdır iki dənə. İki tərəfli götürmüşdüm. Mən bir tərəf düz olmalıymış. Ha, bura bax, bura bax. Görürsən ki, başlanğıcı orijinalda oxun arxa tərəfində romb var, qabaq tərəfində yox. Amma sənin seçdiyin variantda oxun qabağına da romb düşübdür. Olmaz. Bəli, orada səhv eləmişəm. Sonra Sonra mən 12. 10. Ona baxaq. ona hə, Bunda bu çətin şey görünür. var. Göyçək görünür. Bax arkadaşlar. Məsələ burasındadır ki, fiqurun birinci sağ tərəfini solun üstünə qatlayıb. Düzdür. Sonra sağ aşağı küncü sol yuxarıya doğru qatlayıb. Burada çəkdim. İndi bunu açanda bu oxun simmetriyası avtomatik bura düşəcəkdirmi? Bəli. Burada belə açılmış olacaq. Buranı uje bərpa elədik. Bunun sağ tərəfinə bərpa edəndə bu sol tərəfə uyğun bərpa eləmək lazımdır. İndi bura bax. A variantında bu hissə görsən tutur. Dairə tutur. Bu da tutur. Bu da ondan simmetrikdir. Yəni, A-da problem yoxdur. İndi baxaq ki, hansına problem var. B-də bununla bu təkrardır. Simmetriya deyil, səhvdir. C-də burada kəsik var. Ondan sonra burada kəsik var. O kəsiklər hardan çıxdı? Səhvdir. D variantda oxların hamısı üsyan qaldırır. Bu da deyil. E variantda bu ox bura baxır. Bu buna simmetrik deyil. Buna baxır. E variant da deyil. Görürsünüz A variantı nətər düzdür. Sonra Bəli. neçəyə baxacaq? 12 müəllim. 12 müəllim baxaq. 12 müəllim bizə nə deyir? Ekranı silək. Arkadaşlar, diqqətli olun. Bu fiqurda belə bir qatlama xətti var, düzdür? Oy, nə pis çəkdim. Bunu görürsünüz, bu qırmızı hə. Bu qırmızı qatlama xəttidir. Ona nəzərən simmetrik olmalıdır. A variantında bu simmetriya var. B variantda belə bir simmetriya var. Yoxdur. C variantda simmetriya var. C variantda simmetriya görünür. D variantında belə bir simmetriya var. Xeyr, bura ilə bura bir-birinə simmetrik deyil. E variantında burada nədir? Simmetriya var. İndi davam edirik. B ilə D getdi. Bax burada üçbucağı, bax bu sağdakı üçbucağa bu ox düşübdür. Bu üçbucağı götürüb bu tərəfə açanda, çünki burada görürsünüz, burada. Üçbucaq kimi bax bura qatlanıbdır. Onu tərsinə açanda. Belə olurmu? Olur. Başqa heç nə gəlib bax bu üçbucaqdan, bu üçbucağın içində başqa fiqur olmadan görə burada düşə bilməz. Ona görə də burada bir dənə oxumuz olacaqdır. Oxumuz olacaqdırsa da C variantda bu hissə nə gəzir? Bu səhvdir. E variantda burada ox yoxdur. Bu da səhvdir. Nədir? A variantı doğru cavab variantıdır. Sonra Mən 27. baxaq. Iyirmi yeddi ayətən hamısı eyni şeydə naxışları izləmək lazımdır. Naxışlar. Məsələn, baxırsan, burada bu hissənin xətti yoxdur. Burada bu hissənin xətti yoxdur. Yuxarı bağlı deyil.
Sonra burada belə bir CB-dim, qövs var. Bu qövs orada çəkilməyib. Burada bu qövs var, burada bu qövs. Yəni burada iki dənə belə qövslər çəkilməyibdir. Elədirmi? Elədir. Ondan sonra burada xəttə qalasınızsa, bax bu xətt buradan bura qədərdir. Buradan bura qədər olan xəttimiz yoxdur. Ondan sonra bu birisi xətt, buradakı xətt, bu ortadakı xətt, bunlar mövcud deyil. Bunları da çəkdik belə. Bu xəttlər də mövcud oldu. Ondan sonra bax bu xətt burada yoxdur. Bunu təzədən götürdük. Bura pərçim elədik. Oldu mu? Oldu. Ondan sonra qıraq tərəfdə bax bu gördüyünüz hissə burada yoxdur. Bunu təzədən bura çəkdik. Burada gördüyünüz hissə burada yoxdur. Bunu götürdük, bura çəkdik. Elə. İndi ən azından bu çəkdiklərimizə görə hansı variant? Burada bu qövs var, burada həmin qövs yoxdur. Burada bu qövs var, burada həmin qövs yoxdur. Sonra sağ tərəfdə burada bu qövs var, burada həmin qövs yoxdur. Sonra burada bu qövs var, burada həmin qövs yoxdur. İndi bu çəkdiyimiz fiquru axtarmalıyıq ki, harda var? Deməli, yuxarıda bu hissə bunda var. C variantına burası yoxdur. C variantı səhvdir. Sonra burada bu S şəkilli fiqur var. Bunda da var, bunda da var, bunda var, bunda da. Bu aşağı hissəyə ehtiyac yoxdur. Yalandan burada qoyublar, onu A-da qoyublar. A ilə D-də həmin hissə artıqdır, lazım deyil. Burada K şəkili isə bunda da var, bunda da. Aşağıda bir dənə burada qövs var, burada iki dənə qövs var. B-də də həmin o şey artıqdır. Artıq olan hissələr bizə lazım deyil, bizə lazım olur nə? Burada lazım olan, yəni bunda və bunda olmayan hissələr. Yəni bunda olub, daha doğrusu burada qaralarla olmayan hissələr lazım. Aha, bildim müəllim, aydındır. Sonra 32. 31 mi? 31 yaş. Bax, bu da həminki məntiqdir. Eyni şəkil olmasa da eyni məntiqdən istifadə edirik arkadaşlar. Yenə baxaq görək haralar çatışır, hara çatışmır. Bax, bunun sol tərəfi, bunun sol tərəfi var. Ortada yoxdur, ortanı boş saxlayın. Burada prosta bir qövs var, burada da belə bir qövs var. Bu qövsləri çəkək. Qövsləri heç oxşatmadım. Hı. Bu qövslər var. E variantı deyil. Sonra, bax, burada bu qövs var. Burada həmin qövsü nəzərə almayıb. O qövsü də qoyaq. Orada o qövs var. Amma məsələn C variantda o qövs yoxdur. C variantı da getdi. İndi variantların arasında 3 variant arası fərqli. Amma burada bura yoxdur. Bu dairə. Qoyun burada bu qıraq tərəfdə o dairə olmalıdır. Bax, burada bu dairə varsa da burada da həmin dairədən olmalıdır. Bax, bu hissədə bu dairə olmalıdır. Ona görə D variantı da səhvdir. A ilə B qaldı. A ilə B-də fərqlənən bax, burada bu xətt yoxdur. Baxıram, burada bu xətt var. Bunda bu xətt yoxdur. O xətti qoymaq lazımdır. Ona görə A variantı. Sonra 32 müəllim. bu asan tapşırıq idi. Burada kvadratı tamamlayaq, gəlin. Oldu mu? Bizə nə çatışmır? Burada bir dənə balaca üçbucaq çatışmır, burada yekə üçbucaq. Orada nəyi görürük? E variantında bu üçbucaqlardan görürsünüz. Sonra 40 müəllim. 35. 35. Hı hı. Arkadaşım, xəttləri çəkəcəm, xəttləri diqqətlə izlə. Xətti gördün? Əla. Bir dənə xətti buradan çəkirəm. Bax, gör. Hansı variant dışarıda qaldı? C variantı.
Sonra 39. 40. 39, 40. Bunları da silək. Otuz doqquz. Deməli belə. Bax burada hansı fiqur alınacaq? A variantına baxıram. Xəttlər çəkirəm, diqqətlə izləyin. A variantının xəttlərini çəkin. İnşallah budur. Gördün? Oldu mu? Çoxdan səs çıxmır. Oldu bəli. Bunların niyə xüsusi qaydası yoxdur ki? Məsələn, hansından ipucu da yoxdur da. İpucu burada ipucu sən özün görməlisən. İpucu var da burada bir dənə düz bucaq var. Burada da belə bir bucaq. Həmin bucaqda mən bir dənə burada görürəm, bir də burada. İpucu da bu yekəti ipucunu qoyublar. Burada da həmin düz bucaqdan var. Burada da həmin bucaqdan var. Bax bura ilə bura bax. İpucudur da. Görmür axı. Biləm, o görməmək ipucunun olmaması anlamına gəlmir axı, ay Gültac. Kimsə onu tapırsa da o deməli ipucunu görür. 40-a baxaq müəllim. 40-a baxaq. Yenə baxın. Xəttləri çəkirəm, diqqətlə izləyin. Görün nə edirəm. Bax, burada gördüyünüz üçbucaq, nazik şeylərdir. Bu ancaq üçbucağa aid olacaq biləcək şeylərdir orada çəkilənlər. Nazik hissələr. Mən də daha nazikini çəkdim. O nazikdə də deyildi. Eyb yox, birazca düzəldiş edə bilərəm. Bunu klikləyim. Bir dənə buradan bir dənə xətt ortadan. Olacaq, super. Gördünüz, balaca üçbucağımız, böyük trapesiyamız. Trapesiyanı biraz yəni deyim, ölçülərdə təhrif edə bilərəm. Çünki oradakı xəttkeş qoyub ölçməmişəm, bucaqlarıza da diqqət eləməmişəm. Sadəcə çıxış vəziyyəti. Görürsünüz arkadaşlar. Bu E variantıdır ancaq. 42 müəllim. 42 müəllim. Baxaq 42 müəllim bizə nə deyir? Deyir, nömrələnmiş hissələrin 4-ün birləşməsindən kvadrat alınır. Hansı hissə artıqdır? Bu o günkü sualdır, təmin. Sınağınızdakı sualdır. Yox Bax. müəllim, mən bunu düz yazmışam. Və bunun kimidir soruşan? Mən düz yazmışam Mən idim bunu. müəllim. Hə, heç nə, can sağ olun. Arkadaşım, bax bunun bu hissəsinə baxırsan mı? Bax bu hissə. Bunun bu hissəsi ancaq bura girə bilər. Elədir? Bunun da bu hissəsi ancaq bura birləşə bilər. Ha? Təbii ki. Bəli. Deməli nədir? 5-ci mənasızda burada bunu burasına hara birləşdirəcəm? Hara yapışdıracam buranı? Müəllim, Ha. sınaq dediniz yadıma düşdü. Orada hipotez sözü var idi. Onun mənası nə idi orada? Hipotez elə bir elmi fərziyyədir, belə deyim. Yəni bir fikir irəli sürürsən ki, bu belədir. Elm olan idi cavab orada. Yox, o Olmalıdır. sübutdur. Orada Sübut analogiyanı olan idi görmürəm. cavab. Ha, sübut. Sübut. Hə, düz yazmışam onu.
Tamam. Müəllim, bəs nəticələr çıxmadı, yoxsa? Çıxdı, paylaşdıq da uşaqlarla. Vay, mən Sən, sən gəlməmişəm. gəlməmişdin. Mən neynim, sən yoxsan. 2 gündür müəllim Aynen. başını xarab eləyirdim ki, mən də müəllim cavabı atın, cavabı atın. Mənə axır ki, bu gün atdı, sağ olsun. Hə, sağ ol. Bəli, orada onda yadınıza salar belki yazarsınız. Ya da Aynur'a diyelim seçer. Hə, Aynura deyərsən. Aynura niyə deyirsən? Özünə nə olubdu? Ay ben bu hafta gelmeyeceğim daha. Sənin boynu. Geçen Nəsə, hafta özün bildin gideceğim. o məsələ. Sənin praktika müəlliminə gərək tapşırmaq lazım ki, sənin iynəsini yaxşı yola versin. Ya da ki, özündədir günah. Nəsə, arkadaşlar, suallarınızı verin. Mən bir dənə də 45-46-ya Gəlin baxaq. arkadaşlar, burada bir daha xüsusilə eləmişəm. Yaxşı ki, gördüm. Neçəyə baxaq? 45-46. 45-46. Bax, arkadaşlar, 45-ə baxaq. Yenə tamamlama işi görəcəm. Bax, bu 5 bucaqlının nəyə çatışmır? Bu hissəsi çatışmır. Düzdürmü? Buranı bərpa Hə. edirəm ki, görəsiniz ki, necə olan bir şeydir bu. Diqqət edin, bu hissələr neçə nömrəli hissələrə oxşuyur. Diqqətlə baxın amma. 6-7. 6-7, hə. 6 ilə 7. Sadəcə neyinib? Qopardandan sonra fiquru birazcık çevirib də, birazcık fırladıbdır. Deyib, əyləncəli olsun da. 72 dərəcə fırladandan sonra bu vəziyyət yaranır. Sonra 46. 46. Baxaq. Bizə deyir ki, bu fiqurları fırlatmamaq şərti ilə verilmiş şəkildəki formada elə yığın ki, müxtəlif fiqurlara aid qonşu rəqəmlər eyni olsun. Şəkildə göstərilən hərflərin yerlərinə düşəcək rəqəmlərin A, B, C, D ardıcıllığına uyğun düzün. Rəqəmləri ardıcıllığına. Hə, yaxşı, bildik. İndi baxaq. Arkadaşlar, bura üçün, bax bu A olan 3 bucaq üçün 3 versiyamız var da. Budur, budur, bir də budur. Düzdür? A ilə kürək-kürəyə nə gəlməlidir? Buradakı hissə. Bu hissə. Bu hissə hardadır? Bax, bu gördüyünüz 1, 2, 3 dənə. Yəni, 3-cü cərgədədir. Bax, 3 ilə 1-ə uyğun gələni var, var. 2 ilə 1-ə uyğun gələni var, yenə var. 2 ilə 3-ə uyğun gələn var, var. Yəni, ona görə də birinci buradan başlayanda, yəni bu cərgədən olan 3 dənəsi, bu cərgədə olan 3 dənəsindən kürək-kürəyə qoyanda problem vermir. Ona görə də buradan işə başlamayın. Çünki versiyamız çox olacaq. Ondan sonra da düşək bu tərəfə, B olana. Bu ola bilər ya bu, ya bu, ya da bu. Elədir? Elədir. İndi məsələmiz burasındadır. Bu, bunlarla ağız-ağıza gəlməlidir. Məsələ burasındadır ki, bunlarla da alt-alta gəlməlidir. Məsələn, sən bunu qoyası olsan, 1 nömrəlini. 1, 3, 2. Bax, bura 1, bura 3, bura 2 qoysan. Bax, 1, 3, 2 qoysan. Bunun üstündə elə bax, bu gördüyünüz alına bilər. 1, 3, 2. Bax, bu ikisi elə bir-birindən dəstəmələ gətirə bilər. Yaxud bunu qoyası olsan 1, 3, 2. 1, 3, 2 bu da bununla dəstəmələ gətirə bilər. 3, 1, 2 qoyası olsan, uşa problem var. Niyə? Çünki burada 1, burada 2 olanda burada 1, burada 2 yoxdur deyə bu ola bilməz. Yəni bunu heç vaxt bura qoya bilməzsiniz. Yəni bu B deyil. O B olan hissə deyil. B-nin olduğu hissəyə bunu qoya bilməzsiniz. İndi davamını gətirək. Bunun alt tərəfinə C olan hissə var. C-ni də bu cərgədən seçməliyəm. 3 ilə 2 burada verilibdir. Aşağı tərəfdə 2, yuxarı tərəfdə 3.
Bax 3 ilə 2 burada var. Aşağıda 3, yuxarıda 2. Yəni bura ilə bura bir-birinə yox, bu deyil, bu deyil, səhv dedim. 3 ilə 2 bu. Bununla bu bir-birinə nədir? Dəstəmələ gətirir. Amma məsələn burada 2 ilə 1 var. Bu 2 ilə 1 nə bura ilə uyğun gəlir, nə bura ilə uyğun gəlir. Ona görə də demək olar ki, tapmışıq. Bunu götürüb, bax bu 3 dənəsini götürəndən sonra məsələ həll olunacaq. Bura 3-ü qoymalıyam. 3. Bura 2, bura 1. Bax bu gördüyünüz, bunu nə adlandırım? Adını qoyum X. X adlandırdığım budur. Sonra bu birisi tay var. Bax bu 3, bura 1, burada 2. Bunu da adlandırım Y. Y-imiz də burada. Sonra bu birisine Z adlandırım. Göz burası 3'dür, burası 2'dir, burası da 1'dir. Olur mu? Olur. İndi yuxarıda 2, burada 3, burada 1 olanda bu da olsun T. Burada yazdım T. Gördünüz bu da. Burada Z idi. İndi burada 3'dür, burada 1'dir, burada nə oldu? 2 oldu. Elədirmi? Təbii ki, elədir. Yəni nəticə etibarilə A-nı da, B-ni də, C-ni də, D-ni də tapdığımıza görə daha artıq getməyə ehtiyac var? Xeyr, yoxdur. A 1-dir, B 1-dir, C 1-dir, D-nin yerində də 2 dayanır. Bax, bu da 46-nın həlli. Oldu mu? Bəli. Əla. Yaxşı arkadaşlar, bu bitdi. Başqa nədən sualımız var? Bizim başqa nəyimiz var idi? Kublarımızı işləmişdiniz, yoxsa işləyib həll eləmişdiniz? Bilməm, bir dənə deyən görüm. Nəsə İşləmişəm var mən. Bəli, baxmışıq ona. işləyib həll edibsiz. Bəs niyə məndən əlavə heç nə tələb eləmirsiniz məntiqə aid? Biz qrupa mesaj yazamırıq ki. Qrupa. Bax, mənə mesaj yaza bilmirlər də. Qrupa yazmalıdılar mesajı. Ay, nə qədər rəsmi düşüncəli insanlarsınız siz. Nə qədər qeyri-adi varlıqlarıymışsınız. Ay bala, Niyə məndən nəzələnirsən? De qrupa yaza bilmir. Mən dedim ki, qrupa yazın. Yəni mənə deyə bilər, mən boş vaxtım çox qalıbdı. Bir dənə də verin, nədir? Başqasını işləyim də. Belə, Rəşad müəllim, bəli. sizdə əgər varsa söz əlaqəsi göndərə bilərsiniz mənə. İşləmək istəyirəm onu. Zaten növbətilərdə söz əlaqələri olacaqdır, Rədə xanım. Ha, Əksəriyyətin söz əlaqəsi təşkil edəcək. Bilirsiniz, söz əlaqəsi çoxdur. Dimin özünün söz əlaqələri yaxşı ki, yəni bilirsiniz ki, bu tipdə olacaqdır. Gic-gic o qədər söz əlaqələri var ki, yəni dimin belə bir şey var idi. 2021-ci ildə buraxdığı məntiq vardı. Orada qəşəng söz əlaqələri vardı. Ürəyiniz istəyir, gəlin qrupa göndərin, feyziyab olaq. Gəlin eləyək də, onsuz da birazca vaxtımız var. Birazca vaxtımız var. Document. İnşallah burada olar. Burada olmasa evdəki kompüterdə olsa, həm birazca üzüləcəm. Həqiqətən üzüləcəm. TQDK-nın vəsaitlər, TQDK-nın vəsaitlər, informatika yox. TQDK məntiq 2021. Ha, aha, deyəsən odur. Sınaqlar yox. Bunları axı mən ayrıca düzəltmişdim. Ayrıca düzəltmişəm onu. Bax, PDF halına salmışam da verbal. Alın. Qrupa atıram və özüm də atıram burada, baxın. Buradan belə edeyim, ekranı paylaşım. Bir neçə dənə baxaq. Söz əlaqələri deyirdiniz də. İradə xanım.
Bəli, bu Dimin kitabıdır da. Məndə Bəli, var bu Dimin Dimin. 2021-ci ildə buraxdığı məntiq kitabıdır. Yəni başqa bir ədəbiyyat deyil də Hə, bir Dimindir. kitabım var. Buradan baxmışam. Ha, Çox çətindir amma. Bir də burada qohumluq əlaqəsi çox çətindir. qohumluq əlaqəsi hansı qohumluq əlaqəsi çətindir? Var burada 5-10 dənə test var. Çətin gəldi mənə Bir işləmişəm. dənəsən məsələn baha görə qohumluq əlaqəsi, yəni o qədər Öz mürəkkəb. qohumlarımı da yerinə qoydum, əmələ gəlmirdi. Yəni qoy ki, burada qohumlar, yəni sizin qohumlar çox gəldi, bunlar az idi. Bunlarda işləyək də müəllim. Götürün işləyin də. Siz dediniz atın, mən də atdım. Hə, burada baxıram qohumluq axtarıram burada. Burada prosta çox şit bəzi tapşırıqlar var. Qohum axtarıram mən. Burada amma bak bunlar var ha arkadaşlar. Bak bu tapşırıqlar. Bunlar tipli tapşırıqlar qarşınıza çıxa bilər. Sadəcə bilsiz 2021-2022-də biraz tələbələr daha GB deyim də güclü tələbələrim var idi. Ona görə onlarla bunları işləmək sərf eləyirdi. İndi sizə məsələn e, atdığım tapşırıqları elə gündə işləyirsiniz ki, adam fikirləşir ki, bu tapşırıqları əlavəsini verəsi olsam, onda gərək heç nə. Bütün günüm nədə qala? Tapşırıq zamanı. Siz özünüz üçün eləmirsiniz axı. Problem burasındadır. Bunun cavabları var, bəs Cavabları da var. Təbii ki, sual varsa cavab da var. Bax, qohumluq münasibətləri. Buyurun ay, belə deyim, İradə xanım. Məsələn, bunun içində hansı sizə çətin olubdu? Baxın müəllim. Mən bunları oktyabrda filan işləmişəm. Dəqiq deyə bilməyəcəm hansı çətin gəlir. Məsələn, indi burada çoxdur axı. Cəmi 5 dənə qohumluq əlaqəsindən bağlı tapşırıq var. Qadın alın. Müəllim elə birinə baxaq da burada. Məsələn, nömrə Biri, deyin. 2. 2. 2. Deyir ki, bizə Teymur öz adını qızı B-nin oğluna qoyubdur. Teymurun bacısı qızı B-nin nəyi ola bilər? İndi bura baxın. Görün nə edirəm. Bax, Teymur. Düzdür? Teymur kişinin bir dənə qızı var. Qızın adı da B-dir. Düzdürmü? Və onun oğlu da var. Oğlunun da adı Teymurdur. Bunu yadınızda saxlayın. Qızı. İndi diqqət edin. Sizə deyir Teymurun bacısı qızı B-nin nəyi ola bilər? Teymurun bacısı qızı. Bax, bu Teymurun da bacısı ola bilər. Amma bu birisi çox uzağa gedir. Bunun bacısı qızı daha yaxşı ola bilər. Teymurun bacısı var bir dənə. Onun da bir dənə qızı var. Onun da bir qızı var. İndi məsələmiz burasındadır ki, Teymurun bacısı qızı B-nin bibisi qızı olmuş olur. Elə deyilmi? Bəli. Bu bir. Bu bibisi qızı. İndi bir məsələ var. Bunun axı bu Teymur var, Teymur. Bu Teymur B-nin nəyidir? Oğludur. Digər Teymur. Bu Teymur B-nin oğlusa Teymurun bacısı B-nin qızı olmuş olur. Teymurun bacısı. Bunun bacısı qızı da qızı. Onda B-nin qızının qızı olmuş olur. B-nin nəvəsi olmuş olur. Yəni bibisi qızı bir Teymurun bibisi qızı olur, o birisi Teymurun nəvəsi olur. Bu həqiqətən çox mənasız və məntiqsiz bir tapşırıqdır. Orada göstərmək ki, Teymurun bacısı qızı B-nin nəyi ola bilər? Hansı Teymurun sizə verilməyib? Onu neyinirik? Özümüz düşünürük. Çünki burada 2 Teymur var. Aydındırmı nə dediyimiz? bəli. Sonra başqa nəyə baxaq? Müəllim 3-ə də baxaq bir dənə. Yaxşı, baxaq.
Cədənən qızına. E, deyir bir adamın bacısı, oğlunun xalası, həmin adam nə? İndi bura bax. Bir dənə adam, buraya yazım adam. Adamın bacısı oğlu. Deyir bacısı oğlunun xalası. Bacısı oğlunun xalası nə deməkdir? Bu ki, anasının bacısı deməkdir. Elə bacı 1, bacı 2. Bax, adamın bacısı oğlunun xalası. Adamın nəyidir? Bacısıdır da. Bir adam bacısı oğlunun xalası həmin adam nə ola bilər? Həmin adam bacısının bacısıdır. Yəni xalası qızı deyir. Xalasının Qızı. özü deyir. Xalası qızı. Bacısı qızı olacaqdır. Yalnız bacısı qızı olacaq. Yalnız. Bir adamın bacısının oğlunun xalası qızı, bunun da bacısı qızı olur. Sonra deyirəm o burada bacı niyə yoxdur? Bir də baxıram bacısının qızının xalası qızı deyir. Deməm bunun da bacısı qızı. Sxemi quranda, ümumiyyətlə qohumluq əlaqələri ilə bağlı sxem quranda nəyə diqqət eləməyiniz lazımdır? Eyni dövrün adamlarını eyni sətirdə yazmaq. Məsələn necə? Burada baba nənə. Birinci cərgə nədir? Baba nənə. İkinci cərgə nədir? Ata, ana. Burada nədir? Uşaqlar. Ondan sonra da onların uşaqları. Bu belə yazanda çaşmaq ehtimalı çox aşağı düşür. Yox, qarışıq yazırsınızsa da təbii ki, qarışdırmaq ehtimalınız da çoxalacaq. Sonra nəyə baxırıq? İstəyirsiniz, burada maraqlı şeylər də var. Mühakimələr də var, məsələn, sol tərəfdə. Sözlərə baxaq bəlkə mühakimə uzun Nə? olmayacaq. Biz nə gedən? Burada görsə 2, 4, 6, 7 nəfərin balı verilib. 7 nəfər də verilibdir. Burada da nədir? Universitetlər var. İstifadə D və K abituriyent ballarını göstərən. Burada əslində qalsa bilirsiniz nədir? Adi bildiyiniz mühakimədir. Sadəcə 7 dənə elementdir, 3 dənə də əlamət verilibdir. Yəni bal əlaməti, ad əlaməti, bir də ki nələr? Universitet əlamətləri. Bu şəkildə baxmaq olar. İstəyirsiniz də başqa nə? Multiplilərdən o testlərin içində olur da 3 dənə Hə, verilən. bəli. Sınaqda səhv etmirəmsə 4 dənə verilən salmışdınız. Hı -hı. O gedir, görməyə gedir dərslikləri. Bəli. Bax, burada maraqlı verballar var. Məsələn, verilən sözlər üçün ümumiləşdirici anlayışları müəyyən edin. Görürsünüz burada. Məsələn, leytenant. Məsələn, burada ümumiləşdirici anlayışlar, leytenant, kapitan, mayor, general, gizir, çavuş. Bunları ümumiləşdirən nədir? Rütbələridir də. Rütbə, bəli. Bəli, rütbədir. Sözsüz ki, rütbədir. Sonra deyir ki, amma, ancaq, lakin, belə ki, Bağlayıcı. və fəqət Bağlayıcı. çünki ilə Bağlayıcı. bağlayıcıdır. Görürsünüz. Sonra mamır, qıcı, qatır quyruğu, plaun, çılpaq toxumlu. Bunlar Bitki. nədir? Bitkidir. Ondan sonra rast, şur, şegah, şüştər, cahargah, bayazıtır, şirin. Dostlar. Bunlar Muğam. nədir? Muğamın növləridir. Bəli. Sonra. Yəni, Yəni bir gördüyünüz smalik kimi var. dünya, bəli, Bir smalik var dediniz qabağınıza çıxar. Onlar nə idi? onlar, bax, bunlar qəşəng tapışıqlardır, smayliklər. Şərtə görə tapılmadır. Bunları görürsünüz, çox Burada dövlət yanlış qulluğuna ola falan bilər. salıblar. Bir də modellərdə olur, dimin modellərində. Ondan əslində qalsa modeldə sizə təqdim eləmişəm. Görübsünüz. Bax, bu smayliklər var. Amma məsələniz burasındadır ki, şunuz, yəni şunuzda qalmayıb, çox güman. İndi baxın. Burada deyir, bir şagirdin 4 yoldaşlarını təklif etdiyi oyunun şərtləri. Bu arada mən 9-u seçdim, istəsiniz, məsələn, burada 8 də var, nə bilim, burada 10 da var,
11 bu plus minusdan olan var ha, onun sözlə olanı da. Bildiniz hansı plus minusdan? Plus qoyanda rəqəm eyni yerdədir, eynidir. Minus qoyanda həmin rəqəmdən var amma eyni yerdə deyil. Bildiniz, onu sözlərlə veribdir burada. Yəni bu qeyri-adi məlumat deyil. Yəni yeni tip deyil. Yaxşı. Bu arada 9-a baxınmı? Müəllim, Bəli, baxaq. müəllim, baxaq. Hansısa birinə baxaq. Bax, deyir ki, bir şagirdin 4 yoldaşına təklif etdiyi oyunun şərtinə görə oyunçular onlara verilən suallar düzgün olub olmamasından asılı olmayaraq istədikləri formada cavablandıra və ya cavablandırmaya bilər. Baxın, cavablandıra da bilər, cavablandırmaya da bilər. Oyunçuların 5-i də sıraya düzür. Kənar bir şəxsin bu oyunu kim təklif etdi sualına oyunçulardan şəhadət barmaqlarını sola və ya sağa istiqamətləndirənlər təklif edənin müvafiq olaraq solda və ya sağda yerləşdiyini, aşağı istiqamətləndirən özünü təklif etdiyini bildirir. Şəhadət barmağının yuxarı istiqamətləndirən özünü təklif etmədiyini bildirir. Bir oyuncu isə təklif edəni göstərmək istəmir. Bu qeyri-müəyyəndir. İndi bizə nə deyir? Deyir, vəziyyəti göstərən şəklə əsasən mühakimələrdən hansılar mütləq yalandır? İndi baxaq. Deyir, yalan və doğru məlumat verəndən sonra, indi baxaq. Məsələmiz burada. Burada belə bir cədvəl quracağıq. Bax, buraya yazdım 1, 2, 3, 4, 5. Elə. Burada da təzdən yazdım 1, 2, 3, 4, 5. Və bunun mahiyyətini sizə başa salım. Bunların işlənmə texnikasını bəlkə indi öyrənəsiniz. Keçən turda heç vecinizə deyildi. Ümumiyyətlə, bəzi suallar var ki, onları heç soruşmayıbsınız da. İndi elə edirsiniz zaten. Ümid yoxdur da yəqin onlarda. İndi baxın arkadaşlar. Bura niyə 1, 2, 3, 4, 5 yazdım? Yəni təklif edən birinci oyuncudursa da. Birinci deyir nədir? Mən təklif etmişəm. Aşağını göstərən deyir ki, mən təklif etmişəm. Bu oldu doğru. Bu yuxarıdakı deyir ki, mən təklif etməmişəm. Bu da oldu doğru. Üçüncü deyir ki, solumdakı təklif edib. Bu da olur doğru. Yəni, burada yuxarı şərtə baxın, gör nə deyir? Deyir ki, barmağını deməli, sağa sola göstərən solda və ya sağda yerləşdiyini, aşağı istiqamətdən özünü təklif edir. Şəhadət barmağını yuxarı istiqamətləndən özünü təklif etmədiyini bildirir. Gülən isə nədir? Heç nə demir. İndi bura baxın. Dördüncü nədir? Gülüb heç nə demir. Gülüb heç nə deməyən neytraldır. Buna heç vaxt reaksiya verə bilmərik. Beşinci isə deyir, məndən sağdadır. Bu yalan deyil. Bundan sağda ümumiyyətlə oyuncu yoxdur. Bu gicdir kimdisə də. Yox, məsələn, ikinci təklif etsə də oyunu, birinci deyəndə mən təklif etmişəm, yalan demiş olur. İkinci deyəndə ki, mən təklif etməmişəm, bu da yalan deyir. Üçüncü deyəndə ki, bu təklif edir, doğru deyir. Dördüncü fikir bildirmir, buna heç baxın. Beşinci də deyir, məndən sağdadır, bu onsuz da yalan. Burada bir məsələ var ki, beşinci neyinirsə elə, bütün hallarda yalan deyir. Çünki bunlar bir düz xətt üzrə düzülüblər. Dairəvi olsaydı, gənə yönü var idi. Sonra, üçüncü təklif eləyəsi olsa, birinci deyir, mən təklif etmişəm, yalan deyir. Birinci özündən başqa bütün hallarda yalan demiş olur. İkinci də bir dənə özü təklif edəndə yalan demiş olur. Qalan hallarda doğru demiş olur. Düzdürmü? Evet. Üçüncü də özü təklif edəndə nə olmuş olur? Dediyi nə olmuş olacaqdır? Bu özü təklif edib, amma deyir bu təklif edib, burada yalan danışmış olur. Düzdürmü? Dördüncü təklif edibsə də, bunun deməyi ki, bu təklif edibdir. Bu yenə yalan olmuş olur. Beşinci təklif edibsə də, bu demək odur ki, yalandır. Düzdür? Düzdür. İndi baxın. Deyir, bu mühakimədən hansılar mütləq yalandır? Yalan və doğru məlumat verənlərin sayları eyni ola bilməz. Baxaq.
Burada yalanla doğruların sayı. Burada ne oldu? D 3'tür, Y 1'dir. Burada ne oldu? Beraber değil. Bu ödedi. Burada Y 3'tür, D 1'dir. Bu da beraber değil. Burada Y 3'tür, D 1'dir. Burada da beraber değil. Burada Eşit Y değildir. 3'tür, D 1'dir. Beraber değil, burada beraber değil. Yani şərtə görə eyni ola bilməz. Bu mütləq doğrudur. Yəni bunu götürmürük. Mütləq yalanı soruşur. Yəni bir olanlar nədir? Getdi. Verilən məlumatın doğru olma ehtimalı yalan olma ehtimalından çoxdur. İndi baxaq. 3 doğru, 1 yalan. Düzdür? Burada əksəriyyətində isə yalanlar üstündür. Bu nədir? Bu mütləq yalandır. Düzdür? 5-ci ədə yalan və doğru məlumat verənlərin sayları eyni ola bilər. Heç birində eyni deyil. 5 yalandır. A variantı. Yəni əslində fərqli göründüyünə görə bəlkə də qabağınıza bu imtahanda çıxası olsa siz nə edərsiniz? Çəkinə bilərsiniz. Amma görürsünüz ki, həll üsulu mürəkkəb deyil bunun. Eləmi? Bəli. Bildiniz, indi görürsünüz qrupa atmışam. Ürəyiniz istəyəndə baxın. Sadəcə yenə də deyirəm, müəyyən şeylər var ki, yəni dərsi keçəndə tələbənin vəziyyətini nəzərə alıram ki, bunu eləyəsi olsam başımıza nə gələcək? Hə, görəndə ki, proqramı qəşəng gedirik, hər şey qaydasındadır, əlavələrə gedə bilərik. Yox, görəndə ki, heç nə qaydasında deyil, nədir? O zaman bu cür davam. Ən azından olan səviyyədə özünüzü nə etməyiniz lazımdır? Möhkəmlətməyiniz lazımdır ki, yeni tapşırıqlar çıxanda ən azından bildiklərinizdə lazım olan nəticəni göstərəsiniz. Zaten imtahana girəndə də əvvəlkilərin qəbullarına baxanda görürsünüz ki, tiplər nədir? Belə işlər. Nəsə arkadaşlar, belə deyim, birazdan bir 15-20 dəqiqədən sonra istirahət edin. İnformatikada görüşürüz. Hə, hələlik deyirəm. Linki təzədən atacağım qrupa. Yaxşımı? Oldu mənim. Sağ Yəni, olun. hələlik, sağ olun.